Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbə bəhslərinin danışıqlarımızın 209-cu bölümünü başlayıram və Allaha min mərtəbə şükürlər olsun ki, bir başqa bir gündə diri qaldıq canlı olaraq bu keyfi çəkmək, keyfi aparmaq fürsətini bizə yaratdı ki, Türk dünyasının, Türk insanının yaratdığı uyğarlıqlardan biri ilə ya ikisi ilə də bugün tanış olaq. Düzünü axtarsınız, keçən günlərəcən çox da adət eləmişdim ki, şayət məsələn fəqət dində yazırıq türklər, məsələn keçən 1000 ildə gördüyüm kitablar üzərinə qəzavətim adam gördükləri üzünə qəzavət elirmiş. Duyduqları üzünə qəzavət elirmiş və əcələ elirmiş. Bilmədiklərin yoxdur bilirmiş. Bununla belə ki, yüzlər dəfə bu nəticəyə yetişmişəm ki, yoxluqlar, bu görmədiklərim, bilmədiklərim bu anlamda deyil ki, yazılmayıbdır, yoxdur. Amma mən buna yenə də beləsi beynimə belə yerləşib da ki, çünki düzün axtarsaz bu son zamanlardan 203 kitab burada Türkcə tarixdə yazılmış kitablardan danışmışıq. Amma bunların içində çoxlu Quran, ədəbiyyat, şeir, tarix, dil, hesab bunları oxumuşdum. İçində birdən-birə bir kitab çıxdı ki, 161 hünəri, incəsənəti açıqladı. Mənə çox özgüvən verdi. Sonra kitab çıxdı ki, tibbidə 200 dana əksinə mərisixların harda olur, onun nə cür dava dərmanı, əbzarı, bunları əksin çəkərək onu, bu da mənə biraz daha çox özgüvən verdi ki, bu cür bir şeylər vardı. Sonra bir kitab tapdıq, dünən bunları oxudum, 2 dana son kitabı ki deyəcəm. Biri riyazi, mühəndislik, hindəsə haqqında. Həndəsə, mühəndislik, yəni mühəndislər o adamlar ki, həndəsə ilə çalışırlar. O haqda bir kitab yazdıq ki, keçən neçə min il insanlığın tarixində, keçən 210 il öncəyə qədər bir dana mühəndislikdə bir müadilə, bir düşüncə var idi. Amma onu bilmirdilər, həll eləyə bilmirdilər. 210 il öncə bir türk bunu İstanbulda ehtimalı çoxla, %99'la İstanbulda mühəndisxanədə, Osmanlı dövlətinin mühəndisxanəsində bunu həll eləyərək insanlıq tarixinə verir. Bu da məni çox sevindirdi. Dünən bu kitabla tanış olduq. Mənim savadım buna çatmır. Mənim türk bilgim, türk dilim və riyaziyyat, həndəsə dilim bunlara çatmır. Amma özgüvən verir mənə. Sadəcə elə bu ki, bilirəm, belə bir şeyi biz yaratmışıq. Biz insanlıq tarixinə vermişik. Həm də 210 il öncə biz bu cür bir yaradıcı insanlarımız varmış. Belə bir toplum sağlamışıq ki, orada toplumda belə bir insanlar dünya toplumuna verə bilirmişik. Bu mənə milli türklük güvəni verir. Ondan sonra ikinci kitab açdıq dünən. O da cəlib idi. O çox cəlib idi. O kitab yüzlər il sonra, neçə il öncə yazılıbdı? 595 ildə 600 il civarında yazılıb. Çünki tarix, dəqiq tarixini onun tapa bilmədik. Ona görə deyə bilmədik ki, o ha zaman yazılıb. Bunların hər iki kitabının adını da iştibah yazıblar, amma onu mən oxudum, tapdım ki, adları, doğru adları nədir, onları yazdım. Hüdudən 600 il öncə bir kitab yazılıbdı, Cəvahirat və qiymətli daşlar, nəsnələr haqda. Vaksən deyən hesablar olur, ya nə mənədir, o şey hesab olur. Yəni, xəstəlikdən sonra onu vururlar ki, xəstəlik aradan geçsin. O vaksən hesab olmur, vaksən ayrı bir şeydir. İndi onun adı da yadımdan çıxdı. Onlardan da hesab olur. Əcəba o pazəhr dedikləri odur ya deyil. Hər halda qiymətli olduğu üçün bunlar xəzanələrdə, xəzinələrdə saxlanırlar. Və bunun qiymətli daşların mən yazmışam orada. Əlbəttə bu gün də açacağım o kitabın bir xülasəsini sizə göstərim, elə fəqət göstərmək haqqında da olsa.
həddində də olsa adam onlarla tanış olması özü bir özgüvən verir ki, qiymətli daşlar üstündə, cəvahirat üstündə bir adam 28 fəslidə, əgər səhv eləmirsəm, kitab yazıbdır. Və bu bizim nə deyirlər, insanımızın bu sahədə ciddi çalışdığını göstərir. Əgər eləyə bilsəm gələn bura, Töhfə-i Muradi dünənləri tibbi yazmışdı. Usul-i əvvəli həndəsə yazıblar, iştibahdır. Töhfə-i Muradi də o kitabdır ki, dünənləri açdıq və gördük ki, bu kitab bunun son səhifəsini oxumadım, bəlkə son səhifəsinə baxsaydım, bunda bir tarix də tapardım. Burada ki, yazsa da oxuya bilmədik, çünki nöqtə qoymayıblar. Ləysə kəmislihi şey, kitab elə bir yarımçılıq qalıbdır, axirində bir şey yox. Bu əvvəlidir, bağışlarsınız. Bu əvvəlidir, gedək axirlərinə, ki, axirləri də əlbəttə bunun 2 bölümdə yazılıbdır. Bir latin əlifba ilə müqəddəmələr, sözcük yazılıbdır, bir də şey yazılıbdır. Bu sözcüklərdən qeyd-saxtalıya gələrik, əsli kitaba yetişərik ki, burada da axir səhifəsini görsək, bəlkə orada bir şeylə üzbəüz ola çıxarıq. İndi burada bu axir səhifə hesab olur, bəli. Görək, bu axir səhifədə bir şeylər vardı, dünən bunu oxumadım. Fayda əgər Kəhrəbani səhəq edələr, od köyündürdəki yüyə əlacı oldur kim Kəhrəbayı əvvəl issi su ilə gərincə yüyələr. Kərincə yüyələr, əridələr, qürüdələr, ondan sonra səndürüs yığəndə kərəkincə qeynədələr, gərəkincə, o da o üstədəki var idi, oxuya bilmədim, o da elə gərəkincə fayda edər, gərəkincə qeynədələr, bəğayət rəngülü və sulu və şəffaf olur təmmə. Tarix qoymadı hər halda. Bu da axiri də görürük ki, axir bəhsi də şeylə qutarır. Bu kitab beləsi yazılıb, yəni tərsə qoyulubdur. Biz məmulən fars və türk və ərəb dilində kitabları sağdan sola oxuyarıq. Amma bu kitabda soldan sağa qoyulubdur. Çünki Türkiyədə soldan sağa oxumağa adət ediblər. Hər halda çox önəmli bir kitab idi. Gedək görək ki, bugünkü kitablarımızda nə var? Tibbi mənzumə. Bu da, əgər tibbi özü ilə burada yazılıb kitabın üzərində, əvvəl bunu bir baxaq görək ki, yazıb tibbi mənzumə, yəni şeir ilə yazılmış bir tibbidən danışacaqdır. 63 səhifə yazılıbdır PDF-in üzərində, yəni ki, 126 səhifəlik bir kitabla üzləşmişik. Süleymaniyyə kitabxanəsində saxlayır. Bunu indi buradan yenə də bunları yazaq, çünki mən sonra müqəddəmə yazanda, müqəddəmə kitabın özü oxumasından çox çəkir yazmaq üçün. Tibb Süleymaniyyə kütübxanəsi 260-cı nömrədə o əlyazma kitabları saxlayıblar. Burada kitabın əvvəl bir kağız formətini görək nə cürdür, onunla bir tanış olaq. Görürsünüz ki, bir dara yazıları burada 2 səhifəni görürük. Əvvəl səhifəsini gördük, bu cildi açıblar, içərisi görsənir. Salim qalıbdır, düzdür, ora burası biraz gərəlibdir, aşağıda biraz yağdır, nədir, dəyibdir kitaba. Burada da 289 nömrəli bir şey yazılıbdır. Tib, burada da bir şeylər 260 belə bir şeylər yazıblar. Biri ərəbcə, türkcə, biri də latincə yazıblar. Bir dəftər 90 tib
Bu da orada adı olacaqdır ki, o şeydə yazıblar. Yazının dövrəsinə kadr yazıb, qab çəkiblər, o qabı qərə rəngindən, ehtimalən bu öncələrdə nəqqaşı olmuşmuş qızıl rəngi ilə zaman içində qərəlibdir. Nəzərimə belə gəlir ki, bu cür olubdur. Amma qab da neçə dana qabdan ibarətdir. Çox şeirlərin də arasını zahirən burada şey eləyiblər, xətləyiblər. Amma getdikcə o xəttlər götürülüb və bir xətt ilə qab eləyiblər, şeirləri bir-birindən, ha belə misrələri də bir-birindən qabın içində ayırıblar. Gözəl görünür. Xətt məncə gözəl yazılıbdır, oxumaq. Niyə gözəldir? Çünki mən bu xətti oxuyub bundan danışa bilərəm. Görürsünüz, hər səhifədə 2 dənə var. Kitabın ortası bəzi yerdə görürük biraz silmə əlaməti ya işlənmə əlaməti. Necə adamlar işlədəndə tük tökülür, havadan o kərp-kəsafət, tortoz tökülür kitabın içinə. Onları da görürük. Burada görürük ki, səhifələrə də əlamət vurublar, 14, 15 burada yazılıblar. Hər iki səhifəyə bir dana vurublar. Buna görə ki, bunu əks salanda əgər itirsələr ki, hansı səhifədir, ona baxaraq bilsinlər ki, bu 16-cı səhifədə, 17-ci, 18-ci, 19-cu beləsi bir-birinin arxasından onu gətirsinlər. Sonra da ehtimalən onu kitabın əsl yüzündən siləcəklər. Kitablara baxırıq, bəzi şeirlər qıssadır, bəzi şeirlər çox uzundur, onları görürük. Bunların da hərəsi ehtimalən bir dava dərmandır. Burada bir şeirlə üzbəyiz olub, dərbəyani tine hikmeti dərdigər hübbi luqmani, həbbi luqmani. Bu da bu da uzun, burada da onun yenə də yazıbdır. Cədvəldə hərəsindən nə qədər olacaqdır, neçə dirhəm olacaqdır, onu da yazıbdır. Sonra davam eləyibdir, elə Bismillahirrahmanirrahim deyə təzəşdən burada o şeylər ki, burada şeiridə demişdi, onların nə qədər olacaqdır, onları dirhəm hesabı yazıbdır, cinsin zadını da ehtimalən deyibdir. Görürük ki, burada çox qəşəng cədvəlləri çəkibdir onun üçün. Bu şeyləri də qoyub ora. Sonunda taun dəf üçün, taun yazıbdır. Mərəzzərt taun dəf üçün bu nə mənədir onu bilmirəm, amma burada da keçib düz yazıya, şeir geçməyibdir. Zahirən ki, qədim tibbidə dua da rəvani mərizlığın bir fiziki dərman edirdilər. Yəni, insanların canında ağrısı var, sınığı var, salxağı var, bir müşkül gəlibdir. Onu dərman eləməyə dava dərman yazırdılar. Bir də bu adamın ruhu ilə də oynurdular, içi ilə də oynurdular. Onun üstündə bir kağız yazırdılar, bir şeylər. O insana bunu təlqin edirdilər. O insan bunu yanınca saxlırdı, daimən fikir edirdi ki, şey olacaqdır. Və bu da mənim nəzərimcə İslam dünyasında, müsəlman dünyasında ən yüksək tapılmış rəvani davadır. Yəni, bu günləri biz gedirik, bizə dava verirlər, biz o dava ilə gəlirik, biraz rahatlaşırıq, amma müşkül ehtimali çoxdur ki, çoxlu yan xəstəliklara mübtəla edir o davalar bizi. Amma nə olsun, gedirik orada bir rəvanşinasla, rəvan pezişklə, nə bilim, filanla danışırıq, sonra danışandan sonra da o biraz dava yazır, biz gəlirik evə, otururuq, məsələn, rahatlaşırıq ya rahatlaşmırıq. Amma əski zamanlarda bu insanlara dua ilə, yəni insanların içində bir sənə bir dua yazıram ki, ondan şəfa tapacaqsan. Ondan müşkülün həll olacaq. İnsan onu yanınca daşıdıqca daimən ruhu, fikri burada olur ki, mənim yanımda bir ruh var, bir inanc var ki, o mənə müşkülümə bir çarə tapacaqdır. Məncə bu insanların baxışına mən baxmıram. Məncə çox önəmli bir şeydir. Hətta mən bir dostum vardı, uşaq psikolojisində doktorası var. O deyirdi ki, biz gedirik 10 cələsə, 20 cələsə bir uşağı, bir böyüyü gətirirlər bizim yanımıza, danışırıq. Minlər tümən, bəlkə minlər dolar adama xərc çıxadırıq.
O adam eyni işi gedir bir dua yazanın yanına, o savadsız dua yazan bir dua yazır, o adam gəlir xiyalı, rahat olur, oturur orada, işin görür. O halda ki onu biz onlar cələsi ilə eləyə bilmirik. Bu da bir məsələdir, məncə də ərzişlidir. Yəni ərzişsiz mən görmürəm insanı əgər rahat eləyə biləcəkdir, rahat eləyir. Siz bunun adını qoyun xurafə. Amma əgər o xurafə bu adamı rahat elirsə, için rahat elir, ruhun rahat elir, o dünyada üzbəüz gəldiyi, çalışdığı, gücü çatmadığı qonularda bu adamın içinə biraz rahatlıq gətirir, biraz relax edirsə, indi ingiliscə bunları deyəndə qulağa gözəl gəlir. Əgər relax eləyə bilirsə, əgər nə bilim bu adamın için boşalda bilirsə, bu və toplumda zoru çatmayan bir şeylərə onların xəsarətin ruh baxımından azaltmağa. Kitabın sonuna gəldik. Görürük ki, burada da qutulubdur. Əlbəttə bunun sonunu həttəmən oxumalıyıq. Görək ki, nə yazıbdır. Qeydaq bu kitabımızı. Görək ki, bu kitab, bu tip bir kitabı Türk dünyasından bizə, mən bilirsiniz, belə inanıram yavaş-yavaş ki, mədəniyyət dediyimiz və o şey ki, türkcə uyğarlıq deyirik. Uyğarlıq sadəcə bir şeydən ibarət deyil. Yəni, mədəniyyət deyəndə biz bunu çox da anlamırıq nədir. Uyğarlıq deyəndə də çox anlamırıq nədir. Əslində, insanların insanlıq tarixində yaratdığı hər bir şey bir mədəniyyətdir. Məsələn, bir xəstəliğə dava tapıblar. Bu bir mədəniyyətdir. Birinin qolu ya bacağı sınıbdır, çıxıbdır. Bunu bir yerinə salmaq, yanı bağlayıb yerinə qoymaq bir mədəniyyətdir. Bir dəmiri əritmək, odu yandırmaq, dəmiri əritmək özü bir mədəniyyətdir. Hər ikisi, yəni hərəsi başqa bir mədəniyyətdir. Onun üçün mən bunları gəlirəm, deyirəm ki, Türk uyğarlığın dil uyğarlığı, dil inkişafı özü bir mədəniyyətdir. Zaman içində dil hey yekəlir. Bu bir mədəniyyət, yəni uyğarlıq, dil uyğarlığıdır. Düşüncə uyğarlığı hər gün dəyişir. Fəlsəfə olsun, məntiq olsun, bunlar düşüncədirlər. Eyni halda həndəsə olsun, dünən dedik, riyaziyyat olsun, bunlar beyin düşüncələridir. Ya din sahələrində düşüncələr. Bunlar rəvanşünaslıq çıxıbdır, nə bilim, uşaq rəvanşünasisi, böyüklər rəvanşünasisi, toplum rəvanşünasisi filan, psixoloji türkcədə deyirlər. Bunlar rəvanşünasi də bizim türkçədə deyil, psixoloji də türkçədə deyil. Yəni, heç birisi türkçə deyil. Hər ikisi də işlənir türk toplumunda. Biz heç birisini ata bilmərik. Yəni, atmamaq gərəkir. Yəni, biz indi təzaşdan şey, amma hər halda bunlar bir mədəniyyətdirlər. Onun üçün, məsələn, mən deyəndə ki, türkün dil uyğarlığı, düşüncə uyğarlığı, yazı uyğarlığı, əxlaq və fəlsəfə uyğarlığı, din düşüncə uyğarlığı, dindən anlayış uyğarlığı, bunlara işarə etmək və bunları bir-birindən ayırtmağı hədəf tuturam. Ya məsələn, incə sənət ya hünər uyğarlığı, şəhərsazlıq uyğarlığı, teknoloji, mühəndislik uyğarlığı. Teknoloji mühəndislikdən gəlir, mühəndislik uyğarlığı. Bunlar o şeylərdir ki, bunları bir-birindən ayırtmaq üçün bunlara uyğarlıq deyəndə daha aydın gəlir ki, biz nədən danışırıq? Bu günləri Türk insanının yaratdığı uyğarlıqlarda, əl-yazı uyğarlığında, yazı uyğarlığında və düşüncə sağlıq uyğarlığında bir kitab oxuruq ki, bu kitab tibb haqqındadır, sağlıq haqqındadır. Görək ki, bunu əvvəl görək möhürü oxuya bilirik, yox. Burada görürsünüz, 2 səhifədə möhür qoyulubdur, yox, bunu oxuyamırıq, çünki əksi qəşəng çıxmadığı üçün o yaxşı görünmür. Dedik, kitab
Süleymaniyyə Kütüphanəsində əlyazma bölümündə saxlanır. Özdə təkkə, pər, nə mənə? Muzat, mövzuat, belə bir şey. İndi görək ki, o möhrü ki oxuyanmadıq, burada yazıda onu nə cür qoyur? Qəd vəqəfə hazə təbibul lətif şərif Hüseyn ibn Seyyid Məhəmməd. Bəs kim bu kitabı yazıbdı? Vəqf eləyən əlbəttə. Bu kitabı vaqifi kimdir? Vaqif Adi. Ət-Təbibul Lətif, bu kitabın adı Təbibul Lətifdir. Əş-Şərif Hüseyn İbni Seyyid Məhəmməd Buğya-Hisari, Buğa İhsari, Buğa Məhəmməd Buğa İhsari. Cərlhin, bu ərəbcə yazdığı üçün indi buradan bu üzə Buğa İhsari Cərrahinə Haqqinə Vəqfə Haqqəhu ehtimalən Vəqfən. Yox, elə bir şey olur, türkləşdi. Təkkiyə dərgahı Şeyx Murad Şəmm lil-Ba'id فمن بدله بعد ما سمعه فإنما اسمه على الذين يبدل تجده يبدونه إن الله سميع عليم وأجر الواقف على الحي القديم. Cəlibdir, bu əcrənin üstünə bir qəlb əlaməti çəkilibdir ki, bu günlərdə indi bilmirəm bunu nə cür tuturlar, mən onu başarmıram. Belə bir halətdir, bilmirəm. O qəlb əlaməti qoyubdur, cəlibdir, bilmirəm ki, o yazıdır, yoxsa elə o qəlb əlaməti də orada qoyubdur. Hər halda bunu Şeyx Murad Şəmm dərgahına vəqf eləyiblər bunu. Deyibdir ki, bunu da hər kəs götürsə, aparıb oxusa, gərək onu əgər bir zərər qoysa, onun bədəlini əvvəl gərək verər, sonra aparar, sonra da zərər qoysa, onun öhdəsinədir. Yəni, kitaba zərər xərm edərsə, o gərək bunu düzəldə. Hər halda, burada fəqət bildik ki, bunu vəqf eləyənin adı Hüseyn Seyyid Məhəmməd Buğa İhsari oğlu. Hüseyn Seyyid Məhəmməd Buğa İhsari oğlu bu kitabı vəqf eləyibdir. Gedək görək ki, kitabın özü nədirdir? Kitabın mütəəssifanə bununla belə ki, gözəl yazılıbdır, mən onu oxuya bilərəm, onunla düşüncə alveri eləyə bilərəm. Amma təəssüflə xətti köhnəlibdir, rəngi qaçıbdır, solubdur rəngi. Onun üçün biraz bəlkə oxuması orada-burada çətin olar, çünki təşxis verməsi çətin olacaq ki, bu nöqtəsi var, yoxdur, nöqtədir, nöqtə deyil. Bismillahirrahmanirrahim. İlahi hikmətisi mühtəşəmsən, həkimi bizəvali zülkərəmsən, yarattın aləm içrə hər nə kim var, edərlər bəslikliyə cümlə iqrar, birliginlə, edərlər birliginə cümlə iqrar, qədimi qadirü hey edisən, hey edisən, şərikün yox, nəzərin yox, əhədsən, nəzirin yox, əhədsin. Bir etdün elm içrə hər nə mövcud, yarattın oxunacaqdır. Yarattın elm içrə hər nə mövcud, o qurlər cümləsi ba ya hayyi məbud. Nə kim var isə yerdə göydə ey şah. Nə kim var isə yerdə göydə ey şah. Yerdəni iki yığına yazıbdır. Çox gözəl. Yəni bu birinci dəfə. Onun üçün yerdə oxumuruq, amma yerdə. Yerdə göydə ey şah. Edərlər birliginə zikr hərgah. Sənin zikrin durur dillərdə
qalır, ehtimalən qalın, belə bir şey görünür, amma sənin zikrin durur, dillərdə qalı, olur hər iş sənin zikrinlə qaim. O da qaim, bu da qaim. Sənin zikrin durur, dillərdə qaim, olur hər iş sənin zikrinlə qaim. Olurlar zikri tevhidinə məşğul, sənin birliklə şahiddir ol. Şahiddir ol. Şah durur ol, beləsi. Olurlar zikri tevhidinlə məşğul, sənin birliyinə şahid durur ol. Sipasu bi qiyasu hamd bi had, senayi bi nihayet şükri bi ad. Kerima cümlenin ma'budi sensen, həmişə dərdlülər məqsudi sensin. Erişür derdilərə dərman səndən, irişür derdilərə dərman səndən, görərlər mənfəət ihsan səndən. Bulur səndən həyati xəstə dillər, bulur səndən həyati xəstə dillər, düşərlər lütf-i ihsaninə məzhər, zəif و xəstə hər natəvanın, təbib çarə sazی sənsən anın. Yarattın çarəmən, çar əzdad etdün icad. Yarattın çar əzdadı etdün icad, sənin əmrinlə ülfət qıldı əzdad. Zidlər birbiriylə yoldaş oldu, ülfət tapdılar. Odunla su, yelinlə torpaq. Bunlar bir-birləri ilə 4 dənə bicürlük bir-birləri ilə yolda ülfət tapdılar. Məsələn, yel olmasa, hava olmasa, od yanmaz. Yəni, bu qədər bir-birlərinə bağlı olurlar. Su olmasa, yer quraq qalar, heç də oradan göyərməz. Belə bir əməkdaşlıqları var bir-birinə. Yer olmasa, suda bir şey göyərməz. Gəlib cəm oldu bir yerə ənasür, gəlib cəm oldu bir yerə ənasür, kəmal-ı sünün və oldu bunda zahir. Yarattın ab-ı xak, atəş و bad, bunlardan eylədin insani icad. Bu 4 dananı, o şey ki, topraq, su, od və hava deyirlər, ondan sən insanı icad elədin. Yəni, insan bu 4 dənədən düzəlibdir. Bunların bir-birinin əməkdaşlığı ilə bir insan, bir təbiət düzəlibdir. Yox gəzgərm و kök insan əşya, yox ikən yer-ü gök insan əşya, yarattın insanı. Yox ikən yer-ü gök insan əşya, cəhanın fəxrin etdün əvvəl əhya. Əvvəl, yəni nə yer var idi, nə göy var idi, nə insan var idi, nə əşya var idi. Sən cəhanın fəxrin, Həzrəti Məhəmmədə işarə edir sallallahu aleyhi və səlləm ki, onu əvvəl sən əhya elədin, ihya elədin, ya əhya elədin. Yəni diritdin, yarattın. Salatilə salamul şah hər bar, salatilə salamul şah hər bar, anınla dini İslam oldu izhar. Elə bir fəxri Adəm. Onun üçün xəlq olundu cümlə aləm. Onun xatirinə, Həzrəti Məhəmmədin hürmətinə,
Onun üçün xəlq olundu cümlə aləm ki, oldur cümlədən məqbul əkrəm. Zehi sultanidir iki cəhanın, zehi sultanidir iki cəhanın. Nə kim var isə həb muhtacı anın. Təhiyyat olsun o şahı hezaran, təhiyyat olsun o şahı hezaran. Anılsın çaryadi dahi الان. Anılsın çar yari, dört yarı. Yarı qarı. Anılsın çar yari. Anılsın yəni xatırımıza gəlsin, xatırlayaq, yadımıza salaq. Anılsın çar yari dahi الان. Onlardan razı olsun Həzrəti Haqq. Onlardan razı olsun Həzrəti Haqq. Veribdir hər birisi dinə ronaq. Onların daxi ruhinə həzaran təhiyyat-u səlamım olsun fəravan. Bunların dedim rəngi biraz gedibdi, oxuması biraz zor olur, amma məncə çox gözəl oxudum. Yəni bu şeirdə ehtimalən bir kəlməni düz oxuya biləm, oxuya bilməyəm buracan. Məncə o da olmadı. Yəni o vəqfinaməni üst oxuya bilmədim. Ərəbcədir, qatışıqdır, onu oxuya bilmədim. Amma buracan türkcə bölümün nəzərimə yaxşıdır. Burada indi bir şeylər yazıbdır. Əcəba o nə mənədir? Dərmələr padişah aləmiyana. Pes ondan sonra sultani cehanın serağazı da lem medhine anın. Serağaz idelüm medhine anın. Nizami alemin sultani doğran. Şehi iklim haknın Ali Osman. Tamam geldi. İndi padişah aləmiyan nah belə yazıbdır, amma ehtimalən aləm pənah olacaqdır. İkisini bir-birinə yazıb nöqtələr cür gəlməyib. Mən indi bunu beləsi düşünürəm. Dərmədhi bu da olacaqdır. H gəlib dala yapışıbdır. Mən də bunu indi beləsi islah edeyim. Dərmədhi padişahi aləm pənah. Pəs ondan sonra sultan cehani serağaz delüm medhine anın. Pes ondan sonra sultan cehanın serağaz delüm medhine anın. Nizam alemin sultan doğran. Şehi iklim haftün Ali Osman. O da haft olacaqdı, amma Həsən heynən olduğu üçün mənim nəzərimə düz gəlmədi. Ehtimalən haqqının Ali Osman. Şəhi iqlim. Yəni həft oxunsun əlbəttə ki, çünki 7 iqlimdən danışır. Şəhi iqlim həftünün Ali Osman. Ədalət mədəni ol sultan. Məhmud olə Məhməd. Ədalət verdi sərməd. İndi burada bir şey yazıbdır ki, şeydir. Pəs Sultan Məhmuddan danışır. Məhməd ədalət verdə sərməd. Burada indi Sultan Məhmuddan danışdı. Görək ki, bunun davamında nə gətirəcək. Diraz olsun cəhanda ömrü anun Sultan Məhmudun. Diraz olsun cəhanda. Ehtimal verirəm ki, üstəki şeir deyil. Üstəki ilə adıdır. Ədalət mədəni ol Sultan Məhmud olə Məhməd ədalət üzdə sərməd. Bəlkə də şeirdir, amma əvvələn bunu ayırıbdır. Bir xəttə yazıbdır və misrə olsa da misrəyin bölməyibdir. Onun üçün bunu beləsi görürəm. Diraz olsun cəhanda ömrü anun. Duası budur Rəbb dərya-u geda. Duası budur Rəbayu
gedanun. Əgər ribay olsa, yəni olur Yahudi mollası. Gəda da ki, bilirik da, dilənçi. Gədəlik, dilənmək. Getməkdən gəlir. Məncə bu da, mən bunu bir-iki dəfə danışmışam, amma bunu 2-3 gün, bəlkə 2 gün öncə bilmirəm, bir yazıda gördüm, ya bir nəfər danışırdı, eşitdim, orada gedər, gedim sözünü eşitdim, belə bir şey. Oradan bu nəzərimə gəldi ki, gəda, yəni gedən, o ki, gədalıq elir, yəni dolanır, gedən, dolanan, onun üzərində ona elə indi Təbrizdə yolçu deyə alıblar bunu. Kətdə dilənçi, o ki, dili ilə bir şey yalvarır, dilənçi, dili ilə yalvaran. Hər halda, indi bu geda o adamdır ki, dilənçilik edir, özgələrdən dili ilə bir şey istir. Dirə göklü muradın anın Allah. Dirlə ehtimalən olsun bunu. Dirlə göklü muradın anın Allah. Həmişə şad و xəndan olsun ol şad. Duamız budur. Bu durur səndən ilahi. Duamız budurur səndən ilahi. Ədid و غالب et. Əduyə غالب et ol padişahi. Duamız budurur səndən ilahi. Əduyə qalib et ol padişahi. Vəziri namidari daxi anun. Ola hifz و əmanətdə xudanın. Ola hifz و əmanində xudanın. Xətadən məğləsün havani daim. Haqqani hayadan xətadan səqləsun. Haqq ani daim. Məqamində həmişə ola qaim. Əvvəl Sultan Məhmudu Osmanlı Sultan Məhmudu dua elədi, sonra getdi vəzirinə. Vəzirin adını çəkməyib amma hələ. Xətadan səqləsun haqq ani daim. Məqamində həmişə ola qaim. Dəxi bilcümdə olan mir و میران. Əmir و miranı, əmir و əmiran yerinə mir و miran, mir sözünü gətirir əmir yerinə. Elə həmandır, şeirə görə bəlkə gətirir. Əlbəttə elə bu işlənir də. Mir əmirin xülasəsidir. Belə görünür. Dəxi bilcümdə olan mir و میران ola dövrəndə şahın şad xəndan. Dövründə ola, hətta burada durdum buna ki, bələ, ola dövründə şahın şad xəndan. İlahi yari ol, bəxş eylə nüsrət. İlahi yari ol, bəxş eylə nüsrət. Əta qıl əskəri İslamə qüvvət. Şəhid dövranə olsun cümlə tabi. Olalar gələ ədayə qati. Olalar külli ədayə, beləsi oxusaq daha gözəl oldu. Olalar külli ədayə qati. Olənlər aləmi danası şahın. Olalar aləmi danası şahın. Və isi əhl-i ilmi padişahın. Və İsa, burada və isi eyni rəis kimi gəlir oxunsun. Rəisi də olsa əhl ilmi padişahın. Və isi olacaq. İsi yəni yaxçısı. Və isi əhl ilmi padişahın. Və isi. Olarlar elmi din içində kamil. Bularlar həll olur. Bularlar
Bunlarla həll olur bil cümlə hər müşkil. Gedək o birisi səfiyyə. Şəhi dövran heç olmasın bunlarsız. Bunlar akılmasın dünyada hərgiz. Ansılmasın akilməsin ya anılmasın dünyada hərgiz. Yəni ölməsinlər. Anılmaq dedik, xatıra salmaq. Ona görədir ki, bunlar anılmasın dünyada hərgiz. Yəni uzun ömürlər olsun. در بیان سبب تألیف کتاب فقیری بندی دایی و مسکین کتابه başladım yazmağa şulhin. Şulhin yani bu zaman. Şul bu, şul bu. Hin bu zaman. Hin Ərəbcə sözdür. Boğazı hesarında sələr. İndi burada yaxşı oxum. Kişi eydim gecələr. Boğaz hesarında sələr. Kibi edelim neçə yıllar oxudum elmi tələbi anda əksər. Tibbi. Xo'p, tamam. Boğaz hesarında sələr kibi eylədim neçə illər oxudum elmi tibbi anda əksər. Boğaz hesarında ehtimal hesar o şey olacaktı. Bir tane şehir var orada. Hesar ora adı hesardı. İhtimalen Türkiye'de olan bu Hesar şehrinde. Ama Boğaz hesarında ihtimalen onun boğaz böyrü var. Bilmirəm, mən oranı bilmədiyim üçün. Boğaz hesarında sələr gibi eydim, etdim şayət də eylədim, əlbəttə eyləyəm neçə yıllar oxudum elmi tibbi anda əksər. Orada biraz bu sətrin, yəni misrəin birinci misrəsi çoxlu kəlmə ilə yazıldığı üçün kəlmələri həm bir-birinin içində yazılıbdır, həm də bir-birinin üstündə yazılıbdır. Onun üçün oxuya bilmirəm, xırda görsənir və rəngi də dedim yaz getdiyi üçün yaxşı olmur. Bana ustadım etdi səyi himmət, oxudum neçə yıllar elm-u hikmət, şur səy edib çalışdım oldum. Şur rəsmə səy edib çalışdım oldum. Rəsmə yəni bu adət üzrə, yəni orada indi nə rəsmi var imiş dərs oxuyanda onu. Şu rəsmə səy edib çalışdım oldum. Buyurmuşdur Həbibi fəxr-i aləm. Gərəkdir şul kişiyə elm-i əbdan. Gərəkdir şul kişiyə elm-i əbdan, anınla hasıl olur elm-i ədyan. Bu sözün mənisi ilə amil olam, oxuyub elmi tibbə mail oldum. Mail oldum, pəs onu da gəl oxuyaq. Bu sözün mənisi ilə amil oldum, oxuyub elmi tibbə mail oldum. Məgər var idi bir ustad kamil, Boğaz hesarında sakin hasil. Dediyim kimi Boğaz hesar ehtimalən o Türkiyədə bu günləri Hesar deyə bir şəhər vardı. Əlbəttə kamil adını da bilmirəm. Elə bəlkə də Boğaz Hesardı adı. Orada sakin imiş. Vəli Sultaniyə Səlmi əsli anın. Vəli Sultaniyə məhəlli ehtimalən olsun. Əlbəttə oxunmur, silinibdir. Səlmi əsli anun ya elmi əsli anun olmaz. Vəli Sultaniyə elmi olacaqdır. Əsli anın civarında idi borc ovliyanın.
Cevarında idi. Burcu avliyanın. Dinlür ana Molla Hüseyin. Ona Molla Hüseyin deyir ustadına. Denilir ana Molla Hüseyin bana tabir edib oldu muin. Mənə təlim edib. Bəlkə bu təlim olar, çünki təbir nə mənası var? Mənə təlim edib oldu muin. Müsəxxər idi ana ilmi hikmət. Kəşf olmuş idi ana həvaqət. Ya məzaqət. O nə mənədir? Məzaqdan gəlsəzən, məzaqət yəni o şeylər ki, zoğa yaxındır. Burada xətt biraz değişir, amma görək ki, oxuya biləcəyik bu xətti ya yox. Görüb təb'in fəqirin buldu qabil. Görüb təb'in fəqirin, mənim təb'imi görüb, buldu qabil, bu elmi qıldı, təlim oldu mail, təlimə oldu mail. Bu elmi qıldı, təlim oldu mail. Bu qəddən bəhrəməndlərdi fəqiri. Bu qəddən bəhrəməndlərdi fəqiri. Çəraq etdi mühəssil bin fəqiri. Biz fəqiri. Çəraq etdi. Çıraq burada şagird. Çırağı tutub gedər ustadın yanınca gecə qaranlıqda, ona görə deyir. Çıraq etdi mühəssil bən fəqiri. Ya biz fəqiri. Bən olacaqdı, yəni mən fəqiri. İndi Xuda məqsudini qılsın müyəssər, həmişə lütf həqqə düşdə müzəhhər. Ya düşə. Burada bir şey yazılıbdır, oxunmur əsla. İki kəlmə də bir-birinin üstündə yazılıbdır, ona görə. Düşə müzəhhər, ehtimalən oxunmur. Bana təlim edib verdi icazət. Bana təlim edib verdi icazət. Fəqirə eylədi bu rəsmə himmət. İndi burada dediyim kimi, sətirlər qatışır bir-birinə, kəlmələr çoxalır, aşağı yuxarı yazılır. Burada bu adamın biraz halı değişibdir. Rəvani cəhətdən baxsaq, biraz bu adamın halı değişibdir. Yazanın halı değişib burada. Ehtimalən birinin üstünə qışqırıbdır, biraz şey olubdur, bağırıbdır, hər nə olubdur, biraz ruhiyyəsi üstə qalxıbdır. Onun üçün kəlmələr, cümlələrin sonu qalxır üstə tərəf və bir-birinə də şey olur. Xətlər də bir xətlidə getmir. Çünki adam diqqət eləyə bilmir xətlərə. Burada bu görünür. Bana təlim edib verdi icazət, fəqirə eylədi bu rəsmə himmət. Əməl qıldım kim andan sonra bəndə, mücərrəb hər nə buldum isə anda. Yazıb nəzm eylədim həb ani yab. Nə kar etdim isə büldüm mücərrəb. Şayət də nab-nabdır, bilmirəm. Yazıb nəzm eylədim həb ani bab. Nə kar etdim isə büldüm mücərrəb. Nələr var isə mücərrəb bir ani yazıb cəm eylədim lazım olani. Olubdur bu risalə məcmə-i tibb. Kitabın adı pəs məcmə-i tibbidir. Bunu da yazaq. Məcmə-i tibb. Olubdur bu risalə məcmə-i tibb. Davasaz olan olə buna rağib. Davasazlar da deyir gəlsinlər. Davasaz olan olə buna rağib. Bunu xeyrat üçün təhrirə qıldım. Bunu xeyrar üçün təhrir qıldım. Əsər qalsın cəhan fani çübüldüm. Şayət su öldüm də ola bilər.
Amma o cür görsənmir. Bildim çox oxunur. Bunu xeyrat üçün təhrir qıldım, əsər qalsın cəhan fani, çü bildim. Gedək görək ki, o birisi səhifəmizdə məriz olan edərsə istifadə, ki şayad yad oləm xeyri duada. Allah rəhmət eyləsin. Elə mən burada bu günləri bu adamın yazdığı kitabından türkü dilində çalışıram, türkü dilini öyrətməyə. Bu da böyük bir mənim üçün xeyirdir bu adamdan. Əgər tibbidən bir şey öyrənməsəm də buradan öyrənirəm. Görürsə bu kitabı neçə kamil, üyubun görməyə olmaya mail. Kitabın uyubu olar, ona dil görmə. Mən də indi gərək görməyəm də bu eyblər. Əlbəttə o yazmağında eyb yoxdur. Bəlkə rəngi gedibdir. Cəhana gəldi, getdi. Neçə haziq. Cəhana gəldi, getdi. Bilmirəm, bəlkə mincə də oxuna bilər, amma neçə haziq. Fununi ilmi təbabincində faiq. Tibb içində, o yapışmayıb. Fununi ilmi tibb içində faiq. Günəşdən bilmədilər zərrə deyil. Günəşdən bilmədilər zərrə dənlü, dəyərdən almadılar qətrə dənlü. Dənizdən almadılar qətrə dənlü. Dənlü, dəncə, yəni az. Dən, bunu mən qabaqcan oxumuşdum, anlamamışdım. İndi görürəm ki, dənlü, yəni dəncə, dən qədər. Dən, buğda, arpa, bunlara dən deyirik. Məsələn, deyirik ki, toyuğun dənini verdin, yəni ki, ona o buğdanı verdiniz, ya o arpanı tökdünüz, yəni bunu deməkdir. Dən orada, indi günəşdən bilmədiklər zərrə dənlü, yəni günəşdən zərrədən miqdar, dən zərrəsindən miqdar çox bilmədilər. Günəşdən bilmədiklər zərrə dənlü, dənizdən almadılar qətrə dənlü. Qətrənin azı, dənicə qədərdir. Dənlü burada dəncədir. Ehtimalən dən də zərrədən kiçikdir türkçədə. Çünki bunu bunun yanında işlədir. Türkçədə dənlü ya dən sözü təxəssüs olanda zərrədən kiçiyə deyilir. Belə görünür. Yəni şeirin içinə baxanda belə düşünür ki, günəşdən bilmədiklər zərrə dənlü, zərrədən azca günəşdən anlamadılar, bilmədilər. Dənizdən almadılar qətrə dənlü, dənizdən, qətrədən az ala bilmədilər. Yəni qətrədən də az aldılar, istir bunu desin. Nəhayət yoxdurur bu elmə hərgiz. Yoxdur demək olar, amma iki dənə şey oldu ki, durur mənasındadır. Durmaq, yəni var. Nəhayət yoxdurur bu elmə hərgiz. Qəmusi oldular bilməkdə aciz. Qəmusi hamısı. Qəmusi oldular bilməkdə aciz. Fəqir o zərri naçiz o giryan. Deməm bu elmi cümlə bildim əl'an. Fəqir o zərri naçiz o giryan. Dəyməm şayət, dəyməm bu ilmi cümlə bildim, deyəməm əlbəttə gəlsin, deyəməm bu ilmi cümlə bildim əl'an. Qusurum çox bənim, lütf eyləsinlər, eyib puş olmağa qəsd eyləsinlər. Nəhayət bu fəqiri zirəyi xac, nəhayət bu fəqiri zərri xac, günəşdən zərrəcə yox etdim idrak. Ehtimalən olsun. Çünki kəlmə həm gedib, həm də bir-birinin üstündə yazılıb, həm də ki mən idrak oxudum, ehtimalən də olmasın.
اگر قıldım əczi, ger qıldım əczi nüqsani ilə ağaz, ger qıldım əczi nüqsani ilə ağaz, haqqın lütfi ərişə olə mümtaz. Hüseynin qüsuri çox biğayət. Yazan dedik ki, Hüseyndir da. Hüseynin qüsuri çox biğayət. Ola məğruri badanın yazanın nəhayət. Ya ola məğruri yaranın nəhayət. İndi bu yaradan ehtimalən olsun. Yaranın nəhayət. Yaran oxusaq daha yaxşı olacaqdır. Hüseynin məqsudi çox biğayət. Ola məğruri yaranın nəhayət. Olursa iltifat hüsn yaran, bulunmaya kitabım itrə nüqsan. در بیان علمی تیب. علمی تیب نده. دلا علمینی تیبün gel beyan et. Dila ilmini tibbün gel beyan et. Budur lazım olan evvel ayan et. Bu sözde dərc qılmış tibb ustad. Bu sözdə dərc qılmış tibb ustad, onun üstünə olma anlə mu'tad. Anıl üstünə olma anlə mu'tad. Təami çox yeməkdən mahir الحق. Təami çox yeməkdən ma huvəl haqq, yəni o şey ki haqqıdır, lazımdır, ondan çox yemə. Təami çox yeməkdən ma huvəl haqq, kişi kəndiyi gərəkdir səqinmək. Kişi kəndiyi, kəndin özün, kişi insan, kişi burada erkek anlamında deyil. Dostlar, qar qarlayıbdır, pəncərənin önündə qar bir gözəl mənzərə yaradıb, güllərin üstündə ona gözüm düşdü, çox gözəl bir mənzərə yaradıb. Səqin nə miqdarı təami çox yeməkdən ma huvəl haqq, kişi kəndiyi gərəkdir səqinmək. Sağınmaq, saxlamaq. Nə miqdarı əgər yərsən təami, yiysən. Cəlib budur ki, yiyərsən biz deyirik. Dünənki kitab Azərbaycan ləhcəsində yazılmış, çünki Şirvanlı yazmışdı o cəvahirət haqqında. Amma burada bu yiyərsən istirdim o cür oxuyayım, amma görürüm ki, beləsi yazmır. Nə miqdarı əgər yeriysən təami, yiyirsən, yəni yeriysən təami, həzm olunca cəz əxzət kəlami. Həzm olunca cəz əxzət kəlami. Səqin çoxluq yeməkdən ibtiladır. Səqin çoxluq yeməkdən imtila döna, əlün çək şul yeməkdən dil dilərkən. Ürəyin istəyən qədər deyir, o zaman əl çəkilən. Dəlili var bu qolun dinlə roşən, Əli Sinadan, Əli İbn Sina, Əli hətmən adıdır, Əli Sinadan eşit qət'əmisən. Qət'əmisən. Qət'i ki İbn Sina'nın dilicən yazır, onu isə Əli Sinadan eşit qət'əmisən. Mən bu qət'ə ki yazıram, təmməhu ya səmməhu beləsi bir şey yazıbdır. Bu sözlə amil ol, qılmə təcavüz. Nəsihət əxz edən olmadı aciz. Yemək binsə, yemək
bəsin anın ərdincə filhal. Yemək bəsin, anın bəsin yəni bəslənmək də. Yemək bəsin, bəslənmək vəsiləsidir. Yemək bəsin anın ərdincə filhal, su içmə, eylə təxir olmə. Minal oxunmur. Pəs yemağın ardasıncan filhal su içmə. Bu cəlib bir şeydir. Biz bunun tərsini indi eləyirik. Çünki indi suyun üstünə rejim qoyublar bizə. Su çox içir. Dəxi nisful leylə oyanıb həm həzər qıl suyu zinhar içmə oldəm. Gecə deyir ki, yuxudan durdun, su içmə. İndi də deyirlər ki, su iç. Cima etdikdə andan sonra zinhar, cima etdikdə andan sonra zinhar, su içmə tez sana andan zərər var. Əgər eşq-i məşuqlə bir ikilik olan, arazda olan özəl ilgiyə girişdiniz, ondan sonra deyir ki, zinhar su içmə ki, ondan zərər gələr. Girib həmmamə çıxdın sonra əsla, çıxsan sonra əsla, su içmə, dur əqəb, səbr eylə cana. Hamamdan çıxandan sonra da bir su içmə, xüsusən sərin su, çünki o isti, bu da soyuq, deyir ki, onu səbr elə, bu da cəlibdir. Dur cins olursa, bir cins olursa olsun, yiyib ani, su içmə, dur əqəb, bəklür zamani. Bir cins olursa olsun, yiyib ani, hər cins olursa olsun, yiyib ani, su içmə, dur əqəb, bəklür zamani. Ya da bəkur zamanı. Çünki bu beləsi oxunur. Bəkləmək kimi gəlir, amma burada l yoxdur, lam yoxdur. Olsa da yapışıb bir-birinə. K ilə lam bəklur gərəkdir. Bəklur zamanı. Burada bəllidir ki, bu kəlməni siliblər, tazaşdan yazıblar. Onun silinməsi bəllidir. Su bir bulmuş məhəldə olma rağib. Su hər bulmuş məhəldə olma rağib. Səqinmək kişiyə kəndin münasib. Həbs qılma səqin bu iki ey can, bu bolini. Həbs qılma səqin bolini ey can, amma həman gəldikdə ani eylə efşan. Bolun əgər gəldi, bir onu saxlama içində, ötür, elə həman getginən tualetə. Həlalinlə cəma qılmə kesrət. Həlalinlə cəma qılmə kesrət. Həzər qıl olmaya cismində illət. Edərsən həftədə bir kəs səfadən, mənafi çox durur cisminə bundan. Həmami eyləmə gəl beş durulu zindan. Cimai eyləmə gəl beş durulu zindan. Cimai eyləmə gəl beş durulu zindan. Mərəz görməyə dirsən gövdə və tən. Gövdə bu fikrim iskelet. Gövdə və tən. Ya bu əslən bu buradan aşağı gövdə və tən. Həzər qıl səqlə kəndün görmə zari. Biri balıq dəyül, fiz biri qari.
Həzər qıl səqlə kəndin görmə zari, biri balıq dəni dəgül niz, biri qari. Bilmədim yəni nə mənə. Dəgül fiz, biri qari. Qari bilirəm nədir, amma o bilmirəm. Həbətlu övrətü həm bərdə çirkin, heyzlu övrət həm bir də çirkin, biri şul xəstə övrətdir ki səqin. Heyzlu övrətü həm bərdə çirkin, bir də çirkin, həm bir də çirkin, biri şul xəstə övrətdir ki səqin. Bu zikr olanlara zinhar, cima eyləmə işlə olmasın zar. Cima eyləmə işin olmasın zar. Səqin uyma hərgiz gündüz uyğu. Səqin uyma hərgiz gündüz uyğu. Zərərdir etmə ani kəndinə xu. Çün olma kişilər yeməkə mail. Çox olma akşilər yeməyə mail. Çox olma əksilər yeməyə mail, zəif eylər qocaldar olma qafil. Akşilər nə mənə olar? Ak şeylər yeməyə mail. Şayət bayat bir şeylərə deyir. Çox olma əksilər yeməyə mail, zəif edər qocaldar olma qafil. Səqin tuzlu təamə olma mu'tad, vücuda pək müzürdür demiş ustad. Vəli tuzsuz daxi gayət zərərdir. Vəli tuzsuz, çoxlu duzlu olmasın. Vəli tuzsuz daxi gayət zərərdir. Yetirsə etidal üzrə gözəldir. Yenirsə etidal üzrə gözəldir. Yemə yaz mövsimində furi balıq, quru balıq. Yemə yaz mövsimində quru balıq, həzər eylə dəgül təbə müvafiq. Yaz mövsimində balıq. Burada da yenə bəllidir ki, bu bölümdə yenə bunun halı, əhvalı, rəvanisi, ruhiyyəsi bir-birinə dəyibdir. Xəttlər qatışıblar bir-birinə. Yəni bu adamın hərdən bir halını qatışdırırlar. Elə bir ki, məsələn, uşaqlar gəlirlər, səs salırlar. Şeir yazır, şeir yadından çıxır, fikir yadından çıxır da. Sonra qeydib onu axtarıb tapa, həfsələsi qatışır, xəttləri bir-birindən itirir. Burada bəlli olur ki, ya uşaq var, ya xanım var, buna əziyyət edirlər. Onlara gülmək çıxsın, buna da yazıqlıq. Yemə yaz mövsümündə quru balıq, həzər eylə dəgül təbə müvafiq. Müfid olma yazın tüllü balə. Tatlı balə, tatlı. Müqəyyət olma yazın tatlı balə. Hərarət eylər ol təbə həvalə. Tatlı bal ki, yəni bal deyəndə bal şirin olar da, amma tatlılığını da gətirir ki, yəni bala həm şeiri qəşəngləsin, həm də ki, bal özü şirin olar. Elə onu da istəyir deyək ki, müqəyyət olma yazın, yaz fəslinin tatlı balə, hərarət eylər ol təbə həvalə. Xətadır quş ati tözə bilə zinhar. Bunu əcr oxuya bilsəm. Xətadır quş əti töz yilə zinhar.
bunlardan ehtiraz ile yeme var. Eğer gerçin burusi ile piyazi gerçin burusi ile piyazi yeme gafil olup qıl ehtirazi olursan nefsün zeytine qadir zəbtinə olursan nefsün zəbtinə qadir zəbt burada saxlamaq, tutmaq. Zəbt elə deyil, məsələn, ənbal filanı ilə zəbt kərdən, yəni onu aldılar, tutdular. Olursan nefsün zəbtinə qadir, zəbt sot da buradan gəlir də, o da onun bir şeyi səsi tutur. Olursan nefsün zəbtinə qadir, yumurtayla səqin heç yemə peynir. Yumurtayla səqin heç yemə peynir. Yumurta ile peyniri de birbirinden yemə. Calibdir burada şinasi hikmet ol, qıl ehtirazi. İraq et şiru mahiden boğazi. Boğaz bura. İraq et şiru mahiden boğazi. Süt ve balığı ba hem yeme. Qarışıq yemə hərgiz şir o mahi dedik balığla sütü. Qarışıq yemə hərgiz şir o mahi ki görməyəm dir isən zar vahi. Ki görməyəm dir isən gözməyəm dirisen. Əgər deyirsən ki görməyim dirsən zar vahi. Ola məclisdə balıq südlü şorba. Ola məclisdə balıq südlü şorba. Birin ye, birini heç yemə əsla. İkisin bir yerə cəm etmə anın. Ola səhət dirsən başı canın. Dilirsin. Dirsin ehtimal odur. Ola səhət dirisin başı canın. Dirisin, dirimək. Dirisin. Hava gərmiyyətində olma qafil. Hava gərmiyyətində olma qafil. Hərarətli təamə olma mail. Hava sərd olduğundan sonra yemək hərarətli təam buna muvafiq. Ya yenə muvafiq. Hava isti olanda isti yemə, hava soyuq olanda isti ye. Beləsi deyir. Hava sərd olduğundan sonra layiq hərarətli təam yenə muvafiq. Yemək, yenə ya yeyilsə bu anlamdadır. Hikmət şinas oldun ki cana. Hikmət şinas oldu ki cana səqinməklə qılırsın kəndin ihya. Deyir ki, əslisi budur, indi farsda bizə pişgiri. Pişgiri bəhətər az dərman ki deyiblər, örgəşmişik. Onu burada deyir ki, hikmətşünas oldun ki cana, əgər hikmətşünas oldun, neyəcəksən? Səqinməklə qılırsın kəndin ihya. Uzaq durmaqla yeməkdən, bəzi işlərdən uzaq durmaqla bir özü ihya elərsən, diri saxlarsan. İhya eləmək bir nəfər ki ölüm halına düşür, onu nəfəs verirlər ya davac edirlər, dirilir, ona ihya deyilir. Burada bir dənə misrə yazıbdır sonda, misrə ayırıb görək nə yazıb? Cəmi bəhs-ü tibdən ol mübərrar, xəbərdar. Cəmi bəhs-ü tibdən ol xəbərdar, səqinməkdir güli kəndüni hər bar.
çəqinməkdir kişi kəndüyü hər bar. Hər dəfə kişi özün saxlamaqla deyir ki, xülasə eləsək deyir ki, bu cürdür. Cəm-i bəhs-u tibdən olur xəbərdar. Cəm eləsək nə deyir tibbi bəhsindən? Çəqinməkdir kişi kəndüyü hər bar. Kişi hər dəfə özün saxlaya bilsə, çox görməsə bir işi, çox yeməsə, deyir ki, o tibbin xülasəsi budur. Pərhiz. Pərhiz deyiblər, amma pərhiz deyil. Ye mu'tadil, yəni hər şeyi yeyirsən, amma az saxlırsan özünü. Dər mərifəti fəsli əvvəli bəhar. Buradan sonra geçir şimdi baharda nələr ye? Dər mərifət fəsli yay. Qoy bu 4 fəsli oxuyaq. Yaxşı kitabdır, şeiri də qəşəngdir, görək necə olur. İndi burada bir şey yazıb. Molay bu elmə aşiq talip olan gəl ey bu elmə aşiq talip olan ətibba sözlərinə rağib olan eşit əhkamini hər fəsli çarın çahar sözü çardan düzəlib. Çar 4. Eşit əhkamini hər fəsli çarın bilimdi hükmünü əvvəl bəharın. Bu fəslün təbi oldu ruzi təb ratib. Bu fəslin tibbi oldu ratib. Bu fəsl içində olur qal gayib ehtimalən. Qal gayib. Bu fəsl içində olur qal gayib. Nə mənadır bu? Orası qəşəng oxunmur. Qal gayib. Bu günlərdə qan gayib ehtimalən. Bu fəsl içində olur qan gayib. Bu günlərdə qan aldırmaq rəvadır. Və həm müshil bu mövsümdə səzadır. Müshil də ishal aparar. Məhəldir xoşqu sərd olan qədalər. Məhəldir xoşqu sərd olan qədalər münasibdir yiyələr ani əksər. Deyir ki, yayda, baharda quru, soyuq olan qəzalər yiyinsin. Münasibdir yiyələr ani əksər. Fəsaddən dəf edər qanun təami. Yiyələr hər gün ani sübh şami. Dər mərifət fəsli yay. Yayda nə mənə? Zikr qıl fəsli yayi daxi bildir ki səfra qalib olur bunda bildir. Bunu da bunda bildir. Olubdur har yabis təb'i ilə. Olubdur har yabis təb'i alə. Yarağın görür gərsə başi o canda. Məhəldir sərdu tər olan qədalər. Məhəldir sərdü tər olan qədalər. Yenür əyyam yay içində əksər. Yenür yəni yiyilir. Bu Osmanlıca ya bugünkü Türkiyədə bu söz işlənir. Yiyilir demirlər. Yiyildi. Yenür yəni yiyilir. Rəvadır akişilər qayət məhəldir. Əksilər, əksilər. Rəvadır əksilər, bu kəlmə bir dəfə qabaqda yazılmışdı. Kişilər oxuduq, əksilər oxuduq filan. Həman kəlmədir, yenə burada oxuya bilmirəm. Rəvadır əksilər qayət məhəldir. Səzadır təbə əksi bi bədəldir. Əkşi. Əgər əksi oxusaq şələ 3 saat 3 nöqtəli s ilə oxuyaq. Şi oxusaq əkşilər oxumalıyıq. Dəndanəsi bəlli deyil ona görə. Bi bədəldir.
Təru ər isə olan səfrayı qati. Təru ər isə olan səfrayı qati. Yələr şül təami olə nafi. Bu fəsl içrə sükunu zərrə olursan. Qəbul et sözlərim, sihət bulursan. Dər mərifəti fəsli köz. Payıza köz deyiblər. Calibdir. Mən bunu bilmirdim. Dünən öyrəndim. Bunu da yazdım ki, payız köz. Dünən bir kitabda bunu gördüm. Payız müsavidir köz. Köz ayı ilə. Köz də bilirik nədir. Calibdir. Bunu indi mən burada gördüm. Biri köz fəslidir. Kim dinlə cana olur qalib bu əyyam içrə sövda. Məzaci sərd و yabisdir. Həzər qıl eşit müqərrini tədbirini bil. Eşit təqririni tədbirini bil. Havanın ixtilafi bunda çoxdur. Soğuk issi havalar bulanıqdır. Bulanıq qatışıq. Məsələn, suyu bulandırma. Yəni vurursunuz, o suyun təmizliği gedir, palçıq ilə, torpaq ilə qatışır, bulanır. Ona deyir bulanmaq. Bulama, bu da bir şeydir. Bulmaq sözündən bəlkə gəlir. Onu bulandıq, bulma. Bulmaq yəni tapmaq. O zaman ki suyu qatırlar, deyirlər suyu tuturlar, balıq qatırlar, balıq tutsun. Balıq onda görmür, onda rahatca onu əl ilə ya bir şeylə tutmaq olur. Havadan sakla qıl kəndün yuri var. Cimai daxi kisrət qılma zinhar. Soğuk su ilə ğusl etmə, həzər qıl. Və həm suyu çox içmə, olma mail. Payızda deyir ki, suyu da çox içməyin. Dəmağı tər edən şül təami. Təami, dəmağı tər edən yen şu təami. Səmuzətlər səza hifz et kəlami. Bu səmuz nə cürdür? Səmuz ətlər səza hifz et kəlami. Mərifət fəsli şita. Şita niyə burada ciddi ərəbcə yazdı? Bunda siliblər, təzaşdan yazıblar. Bəllidir. Biri fəsli şitadır, olma qafil. Bu əyyam içrə bəlğəmdən həzər qıl. Təbiətdə olubdur bərdu rütəb. Olur bəlğəm bu fəsl içində qalib. Pəs təbiətdə olubdur bərdu ratib. Olur bəlğəm bu fəsl içində qalib. Qədalar nəysə nölə har yabiz. Qəzalar nəysə nölə har yabiz. Dəvadi yensə bu rəsmə nəfayis. Bu əyyam içrə kəndün tutma çilaq çıplaq. Bu əyyam içrə kəndün tutma çıplaq. Münasib kəndüyü tutsun ishaq. Ya da içəcək. Yox, içəcək. Münasib kəndini tutsun içəcək. Zükamu nüzlə olur bunda vaqe. Nüzlə burundan suyun axması, gözdən axması. O şeylər ki, hər halda insanlar, hətta mümkündür ki, məsələn, bədənin aşağı qismətlərində də soyuq dəyəndən sonra su axsın. Bir şey çıxsın, ona deyir. Zükamu nüzlə olur bunda vaqe. Qalın tut başını kəm ola nafi. Kim ola nafi. Qalın tut başını, başın qalın şeylə. Qalın tut başını. Qalın
bilirik də bir nazik var, bir də qalın var. Qalın tut, qalın bir tərəfdən yoğun da demək olar. Məsələn, deyirik üstümü qalın elə. Yəni üstümə daha bir yorğan sal, izafi yorğan sal. Qalın tut başını, kim ola nafi. Sözüm tut, hər nə qıldım isə təhrir, şita fəslində cana eylə tədbir. Tamam. Deyirəm ki, bir saatdan çoxdur ki, bu kitabı 1 saat yarım da az qala oxuduq. İndi gedək bu kitabın 126 səhifə olduğu üçün indi burada 10-cu səhifəyə yetişmişik əslində. Gedək burada indi hər 25 səhifədən bir dənə oxuyaq. Gedək əvvəl 25-ə. Tamam, bura 25. Buradan bir şeir oxuyaq. Bu şeir uzundur. Əgər istəyəm bunu oxuyam, çox uzun bir şeirə girişəcək. Yox, nə edək? Biraz oxuyarıq. Ortadan ki qalıbdı, ortadan başlayaq. Dər şərbəti Qunui Misri. Bu nə mənədir? Bu oxuya bilmədim. Fuqui Misri ya Nuqui Misri. Hər nədir? Dilərsən gər Nuqui şərbəti müshil. Nuqu yazıbdı burada. Dilərsən gər Nuqu şərbəti müshil. İçər qəbz edər tələyyün kamil. Ya tilin təliyyin edər təliyyin müləyyin təliyyin yumşaq kamil. Acayip töhfə buldum bu tufui ya nuqui. Acayip töhfə buldum bu nuqui. Necə nəf'ün görüb büldüm nuqui. Nuqui muxtəsər mərğub məqbul Misr əhli bu nədir şərbəti məblul. Misr əhli bu nədir deyərlər şərbəti məblul. Məblul şərbəti deyərlər buna. Sürüb səfrayı dəf eylər hərarət. Sürüb, bunu zahirən bədənə sürürlər, sürtürlər. Sürüb səfrayı, şayət də sürüb səfrayı, yəni kollən sirər, səfranı sırar, aparar. Sürüb səfrayı dəf eylər hərarət. Demək, dəmin tuğyanınə nafi bəğayət. Qanun da deyir, bu şarixun ki deyirik ona. Dəmin tuğyanınə nafi bəğayət. Vücudin heç göz həmanın əsla. Vücudin heç göz həmanın əsla. Qorxmayın ehtimala, qorxmayın əsla. Bu rəsmə eylə istimal ani ta alıb itabu zazdalıdan minnət. Başlapmadı mı nədir? Yəni zazdaldan alıb ənabu zazdaldan əslət təmr hindi qəzdazəm dəqiqət. Başlap buram. Bunlar qəzlavu zəm. Bunlar şeydir, daha keçir zazıd aldın əslət təmr hindi qızıl üzüm dəqiqət. Ehtimalən qızıl üzüm ola. Yəni qırmızı üzüm. Bunlardan həb 12 şər dirəm al. Bunlardan həb 12 şər dirəm al. Hərəsindən 12 dirhəm al. Nə mənədir? Ənab. Gördünüz? Alıb ənnabu zərd aludən əslət. İslat.
Tamam, oldu. Alıb ənnabu zərdaludən islat. Ennab ve zerdaluni islat, temri hindi kızıl üzüm dahi qat. Temri hindi ve kırmızı üzümden qat. Tamam, anladım. Bunlardan hep 2 işer dirhem. Bunların hərəsinə ennabdan, zərdaludan, temri hindidən, qızıl üzümdən. Hərəsindən 12 dirhem. Hərəsindən al, qat cinən. Sinam ki, sinam ki 10 dirhem et idxal. İndi bu sinam ki nə mənədir? Sina ki 10 dirhem et idxal. İndi bu sina nədir? Bu sinam. Bundan da 10 dirhem. Ona qat. Qursun kasiyə qorsən, qumursən, qummaq. Qum dəfn eləmək, qummaq. Qumursən kasiyə qoy daxi islat. Qoy kasanın içinə islat. Soğuk su qoy ana qədri kifayət. Üstünə də biraz soyuq su dökünən islatçınədir, yəni beləsi. Türə bir gün keçə ta ola həll. Tura yəni dura. Türə bir gün geçə ta ola həl, qərişdir möhkəm anı sıq, ödüb al. Ya val. Ödüb al. Əzüb al ola bilər. Adıb əlbəttə. Ödüb al. Süzüb bir-birində bir bezdən. Süzüb bir bezdən eylə safi, bez parça. Süzüb bir bezdən eylə safi, şəkər qat, medə ol, suya kafi. Bədə ol, suya kafi. Şəkər qat cinən ona biraz ki, ehtimalen söydə kafi. Ki mədəniz söydə ya bədə, əlbəttə burada medə yazıb, belə altında bir tane nuqtə vardı, bədə olur. Gecə yandıqca ani eylə nuş. Əgər gecə susuzluqdan yatdın, yuxun gəldi, yandın, onu işginən. Bu bir rəsm ilə bir qaç ola süsən xoş. Qutuldu. Burada qutardı. O birisi ayrı bir dər şərbəti mətbuhi aftimun. Aftimun nə mənədir? Afitmun nədir bilmirəm. Bunun üstündə bir şeir deyəcək. Gedək 50-ci səhifəyə. Yəni olur kitabın 100-cü səhifəsi də. Gedək. Bunlar da şey deyirlər. Burada görürsünüz ki, məsələn, davaları yazıbdır. İndi bunları nə cür yazacaqdır, hardan, nədir, onu görək nə mənədir. Cənəbad sitri, sudə olan gündüz həyası. Bilmirəm ki, nə mənədir. Cürcəndüm Türkiye'də sığır mətəlidir. Mətəldir. Türkiye'də bu hər nə mənədir? Zircir, kərdəm və qaz, ağadı heydər. Bilmirəm, bunlar davaların adlarıdır. Məndə həbbi sevda, çörək otu. Ərəbcəsini türkçəyə yazıb. Hə. İndi anladım. Bunlar buradan bu üzə indi neçinci səhifədən bu üzədir. Bu 88-ci səhifədən sonra ki burada 45 olur, yəni olur üstündə olur, düşəndə olur 90. Kitabın 88 olsun da deyək. Burada getir buradan. Bu 90-cı səhifədən sonra 89-90. Bu səhifədən sonra biz fi bəyanı Bismillahirrahmanirrahim hərfül əlif. Əlif ilə davaları yazır, onların türkçəsində deyir. Ağhavan ya ağhat beləsi bir şey. Bunu görsənmir bunlar. Aşıq Türkiye'də nə mənə beləsi yazıbdır. Bu hər halda burada bunların türküsünü yazıbdır. Mütəəssifanə çox yaxşı görsənmir. Əgər bir gün eləyə bilək ki, bu əlifbanı verək ay Allahım,
Google-ə və Google bunu bizə indi pürrəng ki farsı deyirik, ona nə deyirik? Tox. Tox rənginə verə, pürrəng yerinə tox işlənir. Məsələn, tox qırmızı, tox abı, bu cür. Tox rənginə bunları bizə versə, biz nə edirik? Bunları oxuya bilərik və bunlar türkü adlarını öyrənərik. Əlbəttə, bunları dostlarımız Türkiyə çoxunu çeviriblər. Mən yadıma gəlir ki, 1371-də deyək, 70-də İslami Birlik deyə adlı bir qəzetdə çalışırdım. Orada dostlarımız gedirdilər, onlar ki, türk dilini yaxşı bilirdilər, gedirdilər danışqahlarda, xüsusən tibb danışqələrində türk dilini dərs verirdilər. Mərəzir tağun dəf üçün kibar Nəqşibəndiyədən məzun olduğumuz bəhri namaz əqəbində 17 kərə la ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin deməkdir. Amma ayətəl kürsi təsbihlərindən sonra bəli. Yəni ondan sonra bunu deyirlər. Li xəmsətə ətqi bəha hərlü bittəatimə əl-müstəfə vəl-mütqəzə və ibtihahuma vəl-qatimə məşhur bir bəndidir. Əyyam və badə və bu üstəki ərəbcə oxuduq ki, oxuya bilmədik. O deyir, məşhur bir beytdir. Əyyam və badə oqurlər mücərrəbdir. 69 tağunində bu beyti bir mühəmməs və fiqh vəz eylədim. Mühəmməs vifqə vəz eylədim. İyü bidə oqu bədə tənzil birlə və xəz müstəmizdə bir talib var idi. Bunları oxuya bilmirəm, mütəəssifanə. Gəlib əşğası biraz yaxçıdır, tox yazılıbdır. Tutub bənlər huzuruna götürüncə əzim qəzəb ilə bax, məsələ sən Allahın qəzasına nə qarşısın ki, bu vəfqi yazıb xəlqə dağıdırsın deyə itab edincə bana cəm nüsrət verdi. Dedikdə bana cəm nüsrət verdi dedikdə nüsrət sana verdi, yoxsa aləmin xəlqinə san demək demədi. Əgər bir dəxi yazarsan, sən bilirsin dedikdə bidad olub əzim şəblə gəlib nədir bu? Şəblə gəlib fəqirə nəql etdikdə təhqiq eylədim ki, bu beyində həzər lazım təhrir edənlər əhlinə müsadif edib təsih eyləyələr. Bu vifqə münasib olan sağdan əsər yoxdur. İkən yazılı məsumlərin burada bir şey yazıbdır ki, bilmirəm. Başına olunmaqdır. Məzbur vifq surəti budur. Bu nədir? 1145-li həmdə
Burada bir ədədlər yazıb, bir şeylər yazıbdı, altında da yazıbdı. Xəstəlik üçün vəqən şəfa. Bu da hər halda bir sehri cadu kimi bir şeydirlər ehtimalən, bilmirəm nədirlər. Dedim, bunlara da əvvəldə biraz dedim. Qutuldu, kitab beləsi qutuldu. Çox Allaha təşəkkür borcluyam ki, mənə bu lütf eylədi, bu gün ömür verdi və mən bu günləri bir Türk insanının yazdığı, törətdiyi düşüncə ilə, ədəb ilə, yazı ilə tanış oldum. Tibb sahəsində çox gözəl dillə yazılıb, sadə yazılıbdır. Bununla belə ki, biraz kitab zaman içində köhnəlibdir, rəngi ruhu gedibdir. Amma oxumağına dəyər. Özəlliklə olar ki, Türk tibbiyə, əski tibbi deyə çalışırlar, onlara bu kitab faydalıdır. Daha bir kitabla tanış olduq, daha ləzzət apardım. Umarım inşallah ömrümüz olursa gələn dəfəki kitabda, dəfəki proqramda yeni bir düşüncə, Türk insanının düşüncəsi, təcrübəsindən yeni bir varlıqla tanış olarıq. Bu varlıq bu günləri tibb uyğarlığı, dava-dərman uyğarlığı haqqında, amma o tərəfdən şeir uyğarlığı üzərinə yazılmış bir kitabla tanış olduq ki, bu kitab nə zaman yazılıb, onu tapmaq biraz zor oldu. Yəni, tapa bilmədim düzünü axtarsaz. Çünki tarix yazmamışdı. Bunun da azdan çoxdan biraz oxuduq. Sonuna bir baxışıq ki, acaba son sətirlərində, səhifəsində bir şey bu haqda yazıb mı, yazmayıb mı, onu oxuyaq, sonra gedək. Vəqfin 9 xanəli olduğun, bu hər nə mənədir, o üstə yazıbdır, onu 9 xanəsinin ona görə bir şeylir. Durfuqun 9 xanəli olduğundan həmli tamam olduqda bu əsər zuhur etməz və Cabir mərhum buyurur ki, kahicə təxəllüf edər, adı da kahiymiş eləmə, kahicə təxəllüf edər, həman bu surətdə bir sahət mürurində bir dəxi yazələr, zira vəz həml mani başqa illət bulunur və vefqün xassəsi sair illətə təəlluq etməz, bəlki vefqün nühusi mani olmuşdur ehtimal ilə şükr ölməz, etməz, zərər etməz. Tikrarı ilə tikrar zərər etməz. Burada qutardı, gərək ki, bu nəmədir? Gen elə həmanı ehtimal verirəm, burada yazıbdır, amma bir gözəl xəttinə yazıbdır. Dofqun 9 xanəli olduğundan həml tamam olduqda bu əsər zuhur etməz və Cabir mərhum buyurur ki, kahicə təxəllüf edər, həman bu surətdə qahicə, yəni hərdən qahicə təxəllüf edər, həman bu surətdə bir saat mürurində bir dəxi yazələr, zira vəz həmlə mani başqa illət bulunur və vufqun xassəsi sair illətə təəlluq etməz, bəlki vufqun nühusi mani olmuşdur, ehtimal ilə tikrarı zərər etməz. Gördük ki, burada da tarix bir şey yazmadı, təəssüflə bunu bilmədik, amma bunun tarixini tapmaq üçün dedik ki, Sultan Məhmud, gedək bir də bunu tapaq, görək ki, Sultan Məhmud
hangi zamanda indi onu əgər bir də tapsaq yaxşı olar. Əvvəlində bunu bir şey demişdi, amma dədəsinin adını deməmişdi mən yadımda olan. Burada dedi ki pes ondan sonra Sultan Cahan'ın seraغاز ایدلم مدهنه آنون نظام عالمین سلطان دوران شهی اقلیم هفتون آل عثمان عدالت معدنی ol سلطان محمود ola محمد عدالت تمهد عدالت ve üzre adalet üzre sermed. Şimdi burada Mahmud Sultan Mahmud əvvəl yazsaq görək nə gəlir onun üzündən. Görək ki Sultan Mahmud. Dünən əlbəttə bu haqda bir şey tapdıq, yazdıq Sultan Mahmud. Amma görək ki nə axtaraq. Sultan Mahmud Osmani. Görək buna görə nə yazır? 2 dənə Sultan Mahmud ilə var. Görək hansısıdır? Sultan Mahmud دوم, Sultan Mahmud یکم. Bunları açaq fərqli görək ki, ağaz Sultan Mahmud دوم. İndi görək burada Sultan Mahmud یکم kimdir, ha zamandır? Mahmud یکم به زبان ترکی عثمانی محمود اول 1 اوت 1696 13 دیسامبر 1754-əcən yaşayıbdır. Yəni 1696-da doğulub, 1754-də ölübdür. Yəni 58 il ömr eləyibdir. Məruf be گوژپشت. از سال 1730 تا 1745 فرمانروای امپراتوری عثمانی بود. 30-dan 54-ə qədər, yəni 24 ildə imparatorluq edib. Mahmud پسر اولی مصطفی دوم و والد صالح سلطان بود که در کاخ توپقاپو در شهر İstanbul زاده شد. Tamam, Mahmud əvvəl İstanbulda doğulubdu. Bu o. O da indi bunun burada da cahı yazıb, yaxdı. Deyir ki 20 september 1730'da ta 1730'dan ta Desambrın 19'una qədər 14'ünde 1754-cü ilin Desambr ayının 14'üne qədər bu Əhməd Sevum. Bunu onun canişindi Osmani Sevum. Xalife Osmani. Pişin Əhməd Sevum, canişin Əhməd. Bunlar nədir yazıbdır? Zadə 2 ut 1966. Kax-ı Topqapı İstanbul İmparatoru Osmani dərgüzəşti 13 Desambr filan. Kax-ı Topqapı filan. Aramgah Məscid-i Cədid İstanbul. Xanidan Osmani. Tamam. Burada bir şey yoxdur ki, bundan bu qalsın. İkinci Mahmud ha zamandır. Mahmud evlimi به زبان ترکی محمود ثانی زاده 20 ژوئیه 1798 yəni nəvəsi olur. Dərgüzəşti ژوئیه 1839. Üst-üstə deyək ki, 100 il bunların arasında araları olacaqdır. سیومین سلطان امپراتوری عثمانی بود که از سال 1808 تا زمان مرگش در 1839 حکومت کرد. Üst-üstə deyək ki 31 ildə hükümet edildi. O در کاخ توپقاپı در قسطنطنیه زاده شد. او پسر سلطان عبدالحمید یکم بود. دوره حکومت او بیشتر به خاطر انجام اصلاحات در امور اداری، نظامی و مالی و به ویژه دوره تنظیمات او معروف و شناخته شده است که این اصلاحات و تغییرات توسط پسران وی عبدالمجید یکم و عبدالعزیز یکم نیز ادامه یافت. İndi bu kitabın bu tarixə baxsaq, əgər Sultan Muradın, 1-ci Sultan Muradın dövründə yazılsa budur, yəni olacaqdır neçə il öncə, bunu indi çevirməli yox. Deyək ki, əvvəl gərək bunu çevirək Google-də. تبدیل سال
میلادی به سال قمری. Tamam, burada gələk deyək ki, kitaba istirdik. Əlbəttə bunun hansının dədəsinin adı Məhəmməddir, ona baxaq. Məhməd yazdı orada, bir Məhməd işarə oldu. Görək ki, birincisinin dədəsinin adı nədir? Məhmud Pesər əvvəl Mustafa Doğum. Bu Mustafanın oğludur. Bu nədir? Bu da deyir ki, Məhmud Doğum, Siyum Sultan İmparatorluğu ki, əsas mərkəz hökuməti yerdə Əbdülhəmid heç birisi də bəs o Məhməd deyil, o da Məhməd deyil. Məhməd olmasa Əbdülhəmid yıxım. Tamam. Bəs o Məhməd deyil. İndi biz bilmirik bu hangi tarixdə olur. Allah Allah. Bunu buradan tarixin ələ gətirə bilmədik. Əcəba bir ayrı şey tapa bilər miydik ki, onun üzrünə? Amma miladisini əvvəl çevirsək, Məhmud əvvəl mən nəzərdə tutsam biraz uzun olar, Məhmud sani tutsaq biraz şey olar. Kitabın amma yazaq tarixini görək ki, 1808 yazaq. Özü harasıdır? 1808-də doğulub, 1839-da, yox, səltənət eləyibdir. Tamam, elə bunu qoyaq, hesaba gətirək. 1808 deyək. Ortasını tutaq bunun. Deyək ki, 20-22. 39 ilə 8-in arasında 31 il vardı. 31 il. Tamam. 31 il şahlıq elibdir. Bunu deyək ki, 1820 deyək hələ. Neyniyək? 1820. 1820 tutsaq, şəmsi bir miladi istəmir ki, miladi bir şəmsi dedək, qəməri istirik hətta. Yaxçı. Burada miladi bir qəməri, miladisi nə idi? Allah Allah. Burada yaxçı iş görünmür. Bir dənə gedək bir ayrısına baxaq. Hə, burada vardı, tamam. Burada edək qəməri, yox. Miladi beşəmsi və qəməri. İndi burada neçəsi idi? Ayın 18, 28 Juiyyə. 28 Juiyyə, Cənveri olacaqdı ya. Janviyə də bəli, Cənveri. Bu da neçə idi? 1808 1820 1820 yazsaq 1820 yazsaq, bunu çevirsaq. Tamam, indi bunu çevirəndə olur 1235-də. Bu Məhmud hangisi idi? Məhmud Sani. Məhmud Sani zamanında deyək ki 1235-də kitabın yazılması, əlbəttə bunun kitabın yazılması tarixi ya çağı. Birinci Məhmud vaxtı Məhmud əvvəl
Məhmud əvvəli nədir? Buna gəlsək, bu da Məhmud əvvəldə 1730-54. Bu da 24 il yaşayıbdı. 12 il geçsək bizə olar 42. 1342-də bunu qoy. 1742. 1742 burada yazarıq. Sonra ayını da gətirək ki, biri ayda çıxsın da. Deyib ki, 20 septembr. Elə biz də 20 septembr qoyaq. 20, bu da septembr. Təbdil eləsin, görək nə gətirir. Bu da 1155. 1155 Rəcəb ayı. Tamam. Tamam. Yəni, əgər birincisini indi maşın hesabla da bunu hesablasaq, görək neçə il bundan qabax 1447-ci il deyək, bundan çıxsaq 1235-i 1235-i bundan çıxsaq 212 il öncə bu kitab yazılmış olar. 212 il öncə bu kitab yazılmış olar. Və əgər gəlsək, desək ki, 1155-ci ildə 1155-ci ildən bundan da çıxsaq, neçə? 1447-ci ili müsavi olar. 292 il öncədə bu olar. 292 il öncədə bu olar. Bunlar bir-birinə nəvədirlər, amma biri o birisinin nəvəsidir, amma görək ki, nə olur. Tamam, kitabı bu həddə qurtardıq. Sağ qalın, səlamət qalın. Allahın əmanəti.